Bir çoxlarının yaşadığı insulin dirənci. Gəlin bu haqda danışaq. İnsulin dirənci vaxtı bədənimizdə hansı hadisələr baş verir? Bu mövzuda olan videolar sizə maraqlıdırsa, videonu yadda saxlayıb kanalımı izləyə bilərsiniz. İnsulin dirənci hüceyrələrimizin insulinə qarşı həssaslığının azalmasıdır. Yəni belə deyək, qanımıza şəkər daxil olur. Qanınızda müəyyən qədər şəkər var və həmin şəkəri, yəni qlükozanı hüceyrələrə daşımaq lazımdır. Bu isə insulin hormonunun işidir. O, öz işini görməsinə baxmayaraq hüceyrələr insulinə cavab vermir. Çünki o qədər çox vaxtı ikən insulin olub ki, qanımızda hüceyrələrimiz artıq ona cavab vermək istəmir. Çünki hüceyrələr insulindən qorxur. Bunun günahkarı kimdir? Mən sizə deyim, bunun günahkarı sizsiniz. O qədər çox şirniyyat və şəkər tərkibli qidalardan istifadə etmişsiniz ki, hüceyrələriniz artıq qanınızda olan şəkərdən və onu daşıyan insulindən demək olar ki, bezib və onu görəsi gözü yoxdur. Buna görə də qanımızdakı şəkər uzun müddət qanımızda qalır və hüceyrənin daxilinə keçə bilmir. Bu hal uzun müddət təkrarlandıqca ikinci tip diabet xəstəliyinin yaranma ehtimalı da çoxalır.